Enerji bombası hazırlayıram. Belə bir qab götürürəm. Aldığım quru meyvələri içərisinə əlavə edirəm. Şişmiş əlavə edirəm. Xurma əlavə edirəm. Üzərinə su əlavə edirəm, yaxşıca yuyuram. Quru meyvələrin qurudulma yerini, məkanını bilmədiyimiz üçün, yəni təmizliyindən xəbərimiz olmadığı üçün mütləq quru meyvələri yediyimiz zaman yumalıyıq, qurutmalıyıq, daha sonra yeməliyik. Suyu boşaldıram, yenidən yuyuram. Quru meyvələri yudum, süzgəcin içərisinə əlavə etdim. Qoyuram azıcık suyu çəkilsin. İndi isə keçirəm kağızın üzərinə sərməyə. Kağızın üzərinə sərəcəm, yəni adi salfet kağızların üzərinə sərəcəm və gözləyəcəm qurusunlar. Gözlərim tam suyu çəkilsin. Artıq quru meyvələri yuduğumdan 4-5 saat keçir, qupqurudu. Keçirəm bu gördüyünüz xurmaların çərdəyini çıxarmağa. Xurmaların çərdəyini təmizlədim. Qozumuz hazırdır. Mən sadəcə qoz əlavə edəcəm. İstəyə görə badamdan da istifadə edə bilərsiniz. Suyu çəkilmiş quru meyvələri də qabın içərisinə yığıram. Baxın, artıq təmiz suyu çəkilib, olub tərtəmiz. Və budur, ərzaqlarımız hazırdır. Enerji bombası hazırlayıram xanımlar. İndi isə bunların hər birini ət maşından keçirəcəm. İçərisinə də bəhməz əlavə edəcəm, doşab əlavə edəcəm. İstəyə görə bəhməzi siz balla da əvəz edə bilərsiniz. Quru meyvəni ət çəkən maşının içərisinə əlavə edirəm. Bütün quru meyvələrimizi çəkdim, qozu, yuduğum quru meyvələri. Üzərinə də bəhməz əlavə edirəm. İstəyə görə yenə qeyd edirəm, bal əlavə edə bilərsiniz. Qarışdırıram. Hər tərəfinə bəhməz gələcək formada tökürük və qarışdırırıq. Qarışdırdığınız zaman bəhməzin qədərini biləcəksiniz. Az-az tökün və yaxşıca həll qarışdırın. Enerji bombamız hazırdır. Baxın, qatılığı bu formada oldu. Bəhməzi biraz da əlavə edib daha duru formada hazırlaya bilərsiniz. Məncə bu qədər bu formada, bu qatılıqda bəsdir. Deməli, kimlər bundan istifadə etsə çox yaxşı olar. Qan azlığından əziyyət çəkən insanlar səhər-səhər 1 və yaxud da 2 xörək qaşığı istifadə etsə, həm qan artımı olacaq, həm də gün ərzində enerjik olacaqlar. İstifadə etdiyiniz zaman çalışın, üzərinə limon sıxıb istifadə edin. Limon sıxdığımız zaman içərisindəki bəhməzin dəmiri bağırsaqlarımıza daha yaxşı soğurulur. Buna görə də çalışın limonla istifadə edin. Çox dadlı, çox ləzzətli, həm də təbii bir vasitədir. Dərmanlara ehtiyac qalmadan siz qan azlığından qurtula bilərsiniz. Həm də gün ərzində, işdə, evdə enerjik formada hərəkət edə bilərsiniz. İndi isə bunu yığıram mən bankələrə. Hər səhər
uşaqlar üçün istifadə edəcəm. Siz də mütləq hazırlayın, istifadə edin. Əminəm ki, həm dadını bəyənəcəksiniz, həm də sizə verdiyi xeyirləri görəcəksiniz, hiss edəcəksiniz, mənə sağ ol deyəcəksiniz. Banklara yığıb qoyuram soyucuda qalsın. Soyucuda deyil də, bir də sərin yerdə saxlaya bilərsiniz. Hazırladığım enerji bombasının dadına baxaq. Gəlin baxaq. Həqiqətən möhtəşəm, mütləq siz də hazırlayın.